Britaniya tərəf gedəndə vətən xainisən. Amerikaya tərəf gedirsən, vətən xainisən. Fransaya tərəf gedirsən, vətən xainisən. Rusa tərəf gedirsən, Rus agentisən. İrana tərəf gedirsən, İran agentsən. İsrailə tərəf gedirsən, o Siyonist agentsən. Mən nə qayırmalıyıq? İlham Əliyevin götünü dombaldıq qayırmaq üçün, İlham Əliyevi azadlıq meydanında sallandırmaq üçün, onun ətrafını, sülaləsinin götünü qayırmaq üçün dünyanın ən mundar insanından, dünyanın heç gözə görünməyən ən mundar varlıqdan, şeytanla da müqaviləyə getməyə hazıram. İlham Əliyevin götünü qayırmaq üçün Əli Hamineyi deyilsə, ya Netanyahu deyilsə, Əli Hamineyi deyilsə, Kral ailəsi Charles, nədir? Rothschild, Rockefeller, Astor, Soros, İlham Əliyevin götünü qayırmaq üçün hamısının əlini öpməyə hazıram. Hamısının. Kim mənə İlham Əliyevin götünü qayırmağa imkan verəcəksə, mənim ölkəmi bu oğraş göt verənlərdən azad eləməyə mənə yardım eləyəcəksə, hamısının əlini öpməyə hazıram. Əli Hamineyisi olsun, nə bilim, Putin olsun, Trump olsun. Bunlar indi elə belə kukladılar bunlar. Əsas o böyük ailələr var. Böyük ailələr, kral ailəsi. Hamısından uzlaşmağa hazıram. Hamısından müqaviləyə hazıram. Hamısından iş birliyinə hazıram. Licbi İlham Əliyevin götünü qayrım yola salıb. Licbi Mehriban Əliyevanın belə bir tərəf, bir ayağına bir traktoru qoşum, atı. Bu bir ayağında bir ata qoşum. Şart ortadan iki dənə cırım uğraşı, parçalayım uğraşı. Ay, göt verənlərə bax,